Düzbucaqlı. Bucaqları bərabər olan paralleqrama düzbucaqlı deyilir. Xassələri. Şəkildən göründüyü kimi AC bərabər BD bərabərdir D, yəni diagonaldır. AO bərabərdir OC bərabərdir BO bərabərdir OD. Yəni diagonallar kəsdiyi nöqtədə yarıya bölünürlər. A kvadrat plus B kvadrat bərabərdir D kvadrat. Yəni bucaqlar 90 dərəcə olduğu üçün Pifaqor teoremi doğrudur. İkinci, şəkildən göründüyü kimi PA kvadrat üstə gəlsin PC kvadrat bərabərdir PB kvadrat üstə gəlsin PD kvadrat olar. Burada P müstəvinin ixtiyari nöqtəsidir. O nöqtə düzbucaqlının daxilində də ola bilər, xaricində də ola bilər. Nümunələr. Məsələ 1. Tərəfləri x və 5x cm olan düzbucaqlının sahəsi 80 cm kvadratdır. Düzbucaqlının perimetrini tapın. Həlli. S bərabərdir x vurulsun 5x bərabərdir 80. Onda 5x kvadrat bərabər 80, x kvadrat bərabərdir 16 və x bərabər 4 cm alarıq. Onda düzbucaqlının perimetri P bərabər 2 vurulsun. X üstə gəlsin 5x, o da bərabərdir 12x alarıq. X bərabər 4 cm olduğundan perimetr bərabərdir 12 vurulsun x, o da bərabərdir 12 vurulsun 4 bərabər 48 cm alarıq. Cavab B variantıdır. Məsələ 2. Diagonal 13 cm və tərəflərindən biri 5 cm olan düzbucaqlının sahəsini tapın. 50. Şəkildən göründüyü kimi A kvadrat plus B kvadrat bərabərdir 13-ün kvadratıdır. Pifaqor teoreminə görə. Buradan 5'in kvadratı üstə gəlsin B'nin kvadratı bərabərdir 13'ün kvadratı. B kvadrat bərabərdir 144 və B bərabərdir 12 alarıq. Onda ABCD'nin sahəsi S ABCD bərabər olacaq. A vurulsun B, o da bərabərdir 12 vurulsun 5 və bərabərdir 60 cm alarıq. Cavab B variantıdır. Məsələ 3. Düzbucaqlının perimetri 120 cm olub, tərəfləri 3 və 7 ədədləri ilə mütənasibdir. Düzbucaqlının sahəsini tapın. Həlli. Perimetr bərabər 2 vurulsun A plus B olduğundan 120 bərabər 2 vurulsun 3x plus 7x olar. Buradan 20x bərabər 120 və x bərabər 6 cm alarıq. Onda düzbucaqlının sahəsi SABCD bərabər 3x vurulsun 7x, o da bərabər 21x kvadrat olar. X'in yerinə 6'ını qoysaq, SABCD bərabər 21 vurulsun 6'nın kvadratı, o da bərabər 21 vurulsun 36, o da bərabər 756 cm kvadrat olar. Cavab D variantıdır. Məsələ 4. Tərəfləri A və B olan düzbucaqlıda A bölünsün B bərabər 1 bölünsün 3'dür. Düzbucaqlının perimetri 48 cm olarsa onun sahəsini tapın. 50. Düzbucaqlının perimetri P bərabər 2 vurulsun A plus B'dir. Onda 48 bərabər 2 vurulsun mötərizədə K plus 3K alarıq. Buradan 8K bərabərdir 48, K bərabərdir 6 olar. Onda ABCD düzbucaqlının sahəsi bərabər olar A vurulsun B, o da bərabərdir K vurulsun 3K, bərabərdir 3K kvadrat. Burada K'nın qiymətini yerinə qoysaq, 3 vurulsun 6'nın kvadratı, o da bərabər 108 alar. Deməli, cavab B variantıdır. Məsələ 5. Sahəsi 120 cm kvadrat və diagonalı 17 cm olan düzbucaqlının perimetrini tapın. 50. ABCD'nin sahəsi bərabərdir A vurulsun B. Onda şərtə görə AB bərabər 120'dir. Pifaqor teoreminə görə A kvadrat plus B kvadrat bərabərdir 289 olduğuna görə və A kvadrat plus B kvadrat bərabərdir A plus B'nin kvadratı minus 2AB olduğuna görə 289 bərabərdir A plus B'nin kvadratı minus 2 vurulsun 120 alarıq. Buradan A plus B'nin kvadratı bərabər olar 529'a, A plus B bərabər olar 23'e. Onda ABCD'nin perimetri 2 vurulsun A plus B, o da bərabər 2 vurulsun 23, o da bərabər 46 olar. Cavab Y variantıdır. Məsələ 6. ABCD düzbucaqlıdır.
AF 4 cm, FC 9 cm olduğuna göre ABCD'nin sahəsini tapaq. Həlli. DF bərabər x olsun. Onda x kvadrat bərabər olar AF vurulsun FC. Qiymətləri yerinə qoysaq, x kvadrat bərabər olar 4 vurulsun 9'a, oradan x bərabər 6 cm alarıq. Onda ADC üçbucağının sahəsi bərabər olar 2'də 1 AC vurulsun DF, o da bərabər olar 2'də 1 13 vurulsun 6, o da bərabər 39 alarıq. Onda ABCD düzbucaqlının sahəsi bərabər olar 2 vurulsun SADC-yə, o da bərabər 2 vurulsun 39, o da bərabər 78 cm kvadrat alarıq. Cavab B variantıdır. Məsələ 7. ABCD düzbucaqlıdır. D'ye bərabərdir 3, C'ye bərabər 4 və A'ye bərabərdir 2 olarsa, BY tərəfini tapın. 50. BY bərabərdir x olsun. Onda verilmiş düstura əsasən x kvadrat üstə gəlsin 3'ün kvadratı bərabər olar 2'nin kvadratı üstə gəlsin 4'ün kvadratı. Buradan 20 bərabərdir x kvadrat plus 9 və x bərabər kök altı 11 alarıq. Cavab Y variantıdır.